Bakı sakinlərindən şikayət var, dəyərli izləyicilər. Bakının bir çox prospekt və küçələrində yerləşən yeraltı keçidlərin eskalatorlarının işləməməsi artıq adi hala çevrilib. Şəhər sakinlərinin sözlərinə görə demək olar ki, hər keçiddə ən azı 1 və 2 eskalator uzun müddətli fəaliyyət göstərmir və xüsusilə Mərkəzi Bank tərəfindən Heydər Əliyev sarayının qarşısına çıxışı təmin edən yeraltı keçiddə vəziyyət daha acınacaqlıdır. Burada həm aşağı enən, həm də yuxarı qalxan eskalatorların uzun müddətli işləmədiyi bildirilir. Buna görə də vətəndaşlar pilləkənlə qalxmağa məcbur olurlar. Sarayın yaxınlığında, söhbət Heydər Əliyev sarayından gedir, sarayın yaxınlığında Bülbül prospekti 33 ünvanında yerləşən digər keçiddə də eyni problem müşahidə olunur. Keçidin bir çıxışında adi pilləkən olduğundan insanlar əsasən həmin istiqamətdən istifadə edirlər. Çünki işləməyən eskalator vasitəsilə yuxarı qalxmaq və ya aşağı enmək xeyli çətinlik yaradır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə sorğu ünvanlanıb, lakin qurumdan sorğuya cavab verilməyib. Ümid edirik ki, aidiyyatı qurum problemin işıqlandırılmasından sonra reaksiya verəcək və sakinlərin rahatlığı üçün quraşdırılan eskalatorlar işlək vəziyyətə gətiriləcək. Burada bir neçə keçidlərdəki eskalatorlardan söhbət gedir, amma ümumiyyətlə ən mərkəzi xüsuslərdən, məsələn, bulvar tərəfdə keçidlərin bir çoxunda eskalatorlar işləmir. Yəni, təkcə bu sadalanan yerlərdə deyil, bir çox yeraltı keçidlərdə eskalatorlar fəaliyyətini uzun müddətli dayandırıb.